Herkese salam dostlar, sizinlə mənəm Zırpaket 2026. Sizinlə bu günləri mən yeni bir video çəkəcəm. Yəni bu videoda mən aldığım zırpaketləri yeni il üçün göstərəcəm. Yəni bu part 12 olacaq. Part 12. İnşallah ki, ümid edirəm ki, keçən videoları izləmisiniz. Yəni 12 ədəd video olub bu aldığım zırpaketlərə görə. Yəni və yeni izləyicilərə görə indi başlayacağıq göstərməyə. Sona kimi izləyin ki, görərsiniz yeni zırpaketləri. Yəni İnşallah da xoşunuza gələr yeni zırpaketlər və mən bilirəm hər gün istəyirsiniz ki, hər gün çəkim video. Yəni hər gün alınmır çünki zırpaket də puldur, pulsuz deyil. Pulsuz olsa elə istəsə də hər saat qoyaram video. Ona görə də mən də siz də mənə dəstək olun, yəni like ilə, abunə edin. 4K olsa bomba kimi olar, yəni yeni il üçün mənə də hədiyyə eləyin və başlayaq gəlin. Yeni izləyicilər üçün göstərəcəm aldığım zırpaketləri və axırda aldığım yeri də deyəcəm. Yəni sıram dəqiq bilmirəm, amma aldığım yeri deyəcəm. Paçka, indi içindəkini gördünüz, yəni içindəkini gəlin göstərim bilməyənlərə. Paçka, yəni mum blokunu almışam mən. Elə bilməyin ki, bir paçka ilə sizi sevindirəcəm. Mum blokunu almışam 12 manat 50 qəpik. Tamamilə düz qiymət bu videoda olacaq. Yəni bu videoda, başqa bir videoda, bəli ki, part 10-da da, part 11-də də eyni qiymətlər idi və mən ona görə də sizə görə bura bütün adları, qiymətləri yazmışam ki, yəni videoda çaşmayayım. Sonra gəlin sonra nə göstərim sizə, nə göstərim maraqlı bir zırpaket. Biraz tez keçəcəm çünki köhnə izləyicilər də gözləyir məni. Baxın, piratka və bu nədir? Bu da karsardır. İkisinin də qiyməti 50 qəpik idi, yəni 50 qəpik, 50 qəpik. Yəni hələ ki belə bu onsuz da hələ böyüklərə keçmirik. Sonra gəlin beləsini göstərdim. Maxim firmasının kamera belə balaca oldu. Maxim firmasının zırpaketidir. Bunun da qiyməti 1 manat idi. Birinci dəfə yoxlamışam. İndi yoxlanış üçün inşallah normal olar. Sonra Black Broom Flower qiyməti yaxşı sualdır. 1 manat idi. 1 manat idi. Sonra gəlin bir dənə blok göstərim sizə. Bu blokun qiyməti sizin üçün açım bir dənə bloku. Bu blokun qiyməti indi adı nədir bunun? Kəpənək. Kəpənəyin qiyməti 18 AZN idi blok. Yəni içində 10 dənə var. 1.80, yəni çox da ucuz gəlmir. Bunları indi bu ay almışam. Yəni dekabr ayında almışam. Yeni illə çox az qalıb. Çox az qalıb yeni ilə. Qiyməti neçə? 18 AZN idi. Bayaq dedim sizə. 18 AZN yoxlamağa dəyər məncə. Sonra gəlin nə göstərim. Bugün bloku çox göstərəcəm. Titan 2 və Titan 1 yəni qiymətləri. Bunun qiyməti 1.50, bunun qiyməti 70 qəpik, yox 40 qəpik. Keçən il almışam deyə belə ucuzdur. Sonra maraqlı zırpaket istək lazımdır. P23 4 ədəd azdır, amma baxın orijinal deyil deyə belə qiymət almışam. Kim bilirsə harda satırlar orijinal, yəni neçəyə satırlar, ucuz yer vardısa bir dənə kommentlərdə işarələyin, yəni bu dəqiqə ilə bu saat mən işarələyin ki, mən də bilim ki nədən danışırsınız siz. Sonra blok göstərim sizə yeni blok. Keçən video açmışdım. Yəni indi bu videoda göstərim. Yəni bunun içindəkini. P750. Yəni kameranı normalini qoyum. P750'nin bloku P750'nin bloku 18 AZN, yəni içində 20 ədəd vardı və dəyər inşallah
hərəsi 1 manata düşür. Yox, hərəsi 1.8 neçə düşür ona? Hə, hərəsi 1.80-a düşür. 1.80-a da yox. Nəysə qiymət yadıma. Qardaş blokuna neçə verdim? 18 manat blokuna verdim. Siz sayarsınız, mənə yazarsınız. İçində 20 ədəd vardı. Bunun da qiymətini dedim sizə. Kommentlər belə qoyum düşməsin. Sonra zənglə. Bu düşməsə yaxşı olar. Düşsə pox olar. Zənglə. 5 ədəd zəngə almışam. Bu il çox az almışam. Çünki orijinal istehsal gəlmir Azərbaycana. Gələsdə bir şey də yoxdur. Gələn deyil bu. Belə düşün. Qiyməti 1 manat. Qiyməti 1 manat idi. Ona görə 5 ədəd aldım. O da ki video üçün. Sonra gəlin bir dənə blok göstərin görməyənlərə görə. Payet düzəli deyil bu. Payet düzəli sizi gələn videolarda gözləyir. Bu Payet düzəlidir buradadır. Bu P20'dir. Yəni bunu da sizə göstərim. Yəni görməyənlərə. Exposure P20, yəni qiyməti bunun blokunun 12 manat idi. Yəni biri 1 manata da düşmür. Saya bilərsiniz. Yəni 20 dənədir içində. Bunun da bloku belə. Çox yaxşı qiymət almışam. Bunu oktyabrdan almışam. Ona görə belə qiymətə gəlib çıxıb. Sonra nə göstərim maraqlılardan. Gəlin bir dənə də blok göstərim. MK27'nin 18 ədəd MK27, yəni bunun qiyməti 15 azayın idi. Qiyməti 15 azayın idi. Sonra gəlin bir dənə blok açaq sizin üçün. Sizin üçün bir dənə blok açaq. Blok əzilib, üzülüb, bilmirəm niyə belə satıblar mənə, yəni. Gəlin bunu bir dənə açın. Sonra buradan da bir dənəsini açın. Açdım. Yirmi ədəd, 24 ədəd. Nədir bu? Piratkadır. Super piratı. Qiyməti bunun. Piratı nədir bunun adı? 20 ədəd. Bunun adı nədir? 206. Bəli, bunun qiyməti 24 ədəd. Yəni biri 1 manata düşürdü. Ona görə aldım. Və videoda böyük bir paketlər olsun deyə aldım. Videoda çox görsənsin. Nəysə, bunu belə qoyum, görən gördü ki, vardı. Sonra bir dəqiqə baxım görüm. Nə qoya bilərəm altına bunu. Bəli, bu da görsənir. Explosive görsənir. Belə çəkim sonra yerdə qalsın. Bir dənə blok açaq. Yox. Bir dənə blok açaq, bəli. Açmayaq, belə elə göstərək. 2 ədəd blok almışam. Qiymətləri indi deyəcəm sizə. 2 ədəd blok boss. Oy maşallah. Nəysə, 2 ədəd blok boss. Qiymətləri isə bunların neçə idi? Deyəsən yine deyəcəm, bir dəqiqə səbirli olun, zəhmət olmasa. Qiyməti 14 azayın blokuna, yəni 2 blokuna 28, 8 ədədinə 28 azayın ödəmişəm.
8 ədəd bossa, yəni məncə dəyər. Siz sayın birinə neçə edir? Boss 2 ədəd blok. Sonra nə maraqlı bir şey göstərim. Piratın biri buradadır. Sonra Koi 2010 inşallah bloku gələn videoda olacaq. Yəni blokunu almışam. İndi bu videoda yox, gələn videoda göstərəcəm. Bu atırıfqa olacaq. Bunların qiyməti 2.50-dir hərəsinin. Qiymətinin hamısını dedim. İnşallah sizə bəlli dedim. Sonra Meganı göstərim. Gələcək videoda bundan çox alacağım. 25 azəri almışam blokunu. 3 ədədini 25 azəri. Çünki 9 kilodur yazıldığım kimi. Yəni 9 kilodan bəlkə də çoxdur. Çünki buna baxın, içi doludur. İçi belədir. Bundan bunu əlinə götürə bilməz, yəni düşər əli. Adamın əli düşər. Sonra gəlin fişənglərə keçək. Gələn videoda çox olacaq fişəng falan. Bunların qiyməti 4 azərin idi. Yəni 3 ədədi dedim, 4 azərin almışam. 3 dənəsini 4 manata. Sonra gəlin bir dənə də fişəng almışam. Bunu da göstərim sizə. 8 ədəd atan fişəngdir. Gələcəkdə yəni bundan çox alacağam. Ona görə gələcək videoda da buradadır fişəngin fitili. Bunu da belə qoyaq. Qiyməti bunun 35 azərin idi. 35 azərin idi. Şimdi yerləşmir. Belə bir video alındı. İnşallah ki, ümid edirəm maraqlı alındı video. Yəni yerləşmir deyə 12 dəqiqə çəkdi video. Ona görə də inşallah ki, siz takip atarsınız və aldığım yeri deyəcəm. Aldığım yeri Sədərə idi, Sədərə Ticarət Mərkəzi, Sədərə Şirniyyat Bazarı. Sıranı falan dəqiq bilmirəm və mən satmıram, elindən deyim, satmıram, fikrim də yoxdur satmağa. Ona görə də ümid edirəm ki, siz də məni başa düşərsiniz. Aldığım yer, yəni siz getsəniz 1 saatın içində tapa bilərsiniz bəlkə də. Ona görə də ümid edirəm ki, siz də taparsınız öz istədiyimiz qiymətə, yəni və video inşallah ki, maraqlı alındı. Yəqin ki, gördünüz orada nələr var. İnşallah gələcək videolarda göstərəcəm sizə başqa bir zırh paketləri. Sağ olun, abunə olun. Ümid edirəm ki, kanala abunə olarsınız. Sağ olun, təşəkkür edirəm.